Doktor, uşaqda sidik qoxusunun dəyişməsi nə zaman təhlükəli siqnaldır? Uşaqlarda sidik qoxusunun dəyişməsi qidalandıqdan sonra, yəni qida rasionu dəyişdiyi zaman, qəbul etdiyi mayenin xüsusiyyəti dəyişdiyi zaman, qəbul etdiyi mayenin miqdarı dəyişdiyi zaman və əsas məsələ isə sidik yolu infeksiyaları zamanı dəyişə bilər və bu zaman həm rəngi, həm qoxusu dəyişmiş olur. Əgər sidiyin rəngi tünddürsə və kəskin iylidirsə, amma sidik qoxusu gəlirsə, bu adətən uşaq az maye qəbul etdiyi zaman ola bilər və bəzən isə qəbul olunan qidaların xüsusiyyətinə görə dəyişə bilər. Yəni ət qidalarını daha çox qəbul edən uşaqlarda, tərəvəz qidalarını qəbul edən uşaqlara görə iyi daha kəskin ola bilər. Bundan başqa, sidik yolu infeksiyalarında isə ən önəmli məsələlərdən biri çürüntülü, çox kəskin, boğucu qoxunun gəlməsi və xüsusilə sidiyin çöküntülü və içərisində sanki kiçik hissəciklərin olduğunu görərmiş kimi bir halda olduğunu bilmək vacibdir və bu sidik yolu infeksiyaları üçün ən vacib xüsusiyyətlərdən biridir. Təşəkkür edirəm.